Salam, hər birinizi xoş gördük. Bugün növbəti ədəbiyyat dərsimizin izahı olacaq. Ədəbiyyat dərslərini bilirsiniz ki, hamısını başdan sona qədər danışmağı sevmirəm. Sadəcə harda nələrə fikir vermək lazım olduğunu nəzərinizə çatdıracağam. Ədəbiyyatı oxuyarkən belə deyim, ilk olaraq sizdə nələr formalaşır? Yəni nə haqqında ilkin təsəvvürlər yaranır? Bunlara fikir vermək lazımdır. Əlbəttə ki, ədəbiyyatdan sadəcə janrları və janr xüsusiyyətlərini öyrənmirsiniz və eyni zamanda xalqımızın keçmişi, tarixi haqqında sizdə müəyyən qədər fikirlər formalaşmış olacaqdır. Bilirsiniz ki, ilk inkişaf edən, yaranan şifahi xalq ədəbiyyatı olmuşdu. Şifahi xalq ədəbiyyatının kəskin şəkildə yazılı ədəbiyyatdan fərqləndirən xüsusiyyətləri var. Belə ki, ilk dəfə yaranan şifahi xalq ədəbiyyatıdır. Şifahi xalq ədəbiyyatı şifahi şəkildə yaranıb, yayılıb, inkişaf etmişdir. Yazılı ədəbiyyatın yaranması üçün bir təkan özü rolunu oynamışdır. Və beləliklə bunlar arasında bəs oxşarlıq baxımından nə götürə bilərik? Hər biri xalqa xidmət etməkdədir. Hər biri tarixlə, xalqın tarixi ilə sıx şəkildə bağlıdır. Bunu unutmayın. Yəni belə başa düşməyin ki, şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyat fərqlənir. Yəni bunların oxşar xüsusiyyəti artıq yoxdur. Xeyr, oxşar xüsusiyyətləri də var. Belə deyim, nəzmlə, nəsrlə olması, hər üçünün ayrı-ayrılıqda ədəbi növlərə bölünməsi və s. bunlar ortaq xüsusiyyətlər hesab edilir. Şifahi xalq ədəbiyyatı dil, üslub xüsusiyyətlərini qoruyub saxlamır, amma yazılı ədəbiyyat dil, üslub xüsusiyyətlərini qoruyub saxlayır. Şifahi xalq ədəbiyyatının ən qədim, belə deyim, ilk olaraq 3 növə bölünür. Yadınıza salın, hansılar idi? Şifahi xalq ədəbiyyatı 3 növə bölünürdü. Hansılar idi? Bəs yazılı ədəbiyyatda var idi bunlar. Əlbəttə ki, yazılı ədəbiyyatda var idi. Bax, bunu bir oxşarlıq kimi götürə bilərsiniz. Bəs indi lirik növ. İlk başlayırıq lirik növdən. Bəs lirik növdə, lirik növ deməli, ilk olaraq ən yaranmış və qədim növlərdən biri hesab edilir. Lirik növün nəğmələr, bayatlar, mahnılar kimi növləri var. Gəlin baxaq görək, nəğmələr nələrdir? Biz nələrə nəğmələr deyirik? Bəs nəğmələrlə mahnıları fərqləndirə bilərikmi? Bax, bu kimi suallarda cavab taparsınız. Çünki bunlar sizə, belə deyim də, oxşarlıq kimi testlərdə qarşınıza çıxa bilər. Nəğmələr, deməli, məzmununa görə bir neçə qrupa bölünür. Əmək nəğmələri, mövsüm nəğmələri, mərasim nəğmələri, məişət nəğmələri və qəhrəmanlıq nəğmələri. Əmək nəğmələri nədir? Əmək nəğmələri insanların fəaliyyəti ilə bağlı olan nəğmələrdir. Bəs bu nəğmələr niyə yaranıbdır? Həmin dövrdə insanlar əkinçiliklə məşğul olan dövrlərdə öz işlərini yüngülləşdirmək üçün, biraz belə deyim də, çətin keçən həyat şəraitlərinə az da olsa aura qatmaq üçün söylənilən nəğmələrimizdir. Nəğmələrimiz 2 qrupa bölünür. Holavarlar və sayat sözlər. Holavarlar nə ilə bağlıdır? Holavarlar, deməli, xış, öküz, kəl, yəni bu kimi, deməli, harda açar sözlər görsəniz, bilin ki, holavarlar, yəni bunlar holavarlardır. Bəs, deməli, buna aid nümunə nə deyə bilərik? Bir dənə nümunə səsləndirim sizə. Qara kəlim naz eylər, quyruq bular toz eylər. Ay qaranlıq gecədə kotanı pərvaz eylər. Bax, bu kimi açar sözlər görsəniz, bilin ki, bayaq dediyim kimi, bu deməli nədir? Holavardır. Bəs sayat sözlər nədir? Sayat sözlər, deməli, qoyunçuluq təsərrüfatı ilə bağlı yaranmış nəğmələrdir. Bəs bunlarda açar sözlər varmı? Əlbəttə ki, bunlarda da açar sözlər var. Deməli, qoyun, quzu, deməli, kimi açar sözləri görsəniz, çobanla bağlı, yəni açar sözlərimiz, yəni əsasən bunlardır. Yəni çəpiş, belə deyim də, bu kimi sözlər görəndə bilin ki, bu artıq
belə deyim də, həm də forma xüsusiyyətləri var ki, o forma xüsusiyyətləri də uyğun gəlməlidir. Yəni bu kimi sözlər görsəniz, bilin ki, bu artıq sayaq sözlərdir. Qoyunun üzü gəldi, dolandı, düz gəldi. Çobanın qucağında bircə cüt quzu gəldi. Bu da bizim deməli sayıcı sözlərimizə aid olan bir nümunəmizdir. Mövsüm nəğmələri nədir? Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı olan nəğmələrimizdir. Gün çıx, deməli bunu nə məqsədlə işlədirlər? Günəşi belə deyim də, uzun yağan yağışdan sonra belə deyim, günəşi çağırmaq məqsədilə oxunan nəğmələrdir. Bəs qodu nəğməsi nə üçündür? O da uzun yağan yağışın kəsməsi üçün belə deyim də, keçirilən oxunan nəğmələrimiz hesab edilir. Mərasim nəğmələri, baxın, xalqın dünya görüşü, adət-ənənəsi ən çox mərasim nəğmələrində öz əksini tapmışdır. Mərasim nəğmələri nədir? Deməli, xalqın məişəti, güzəranı ilə bağlı olan nəğmələrimizə mərasim nəğmələri deyilir. Mərasim nəğmələri toy və yas nəğmələri adı altında, eyni zamanda yas nəğmələri ağılarda deyilir. Hətta üçüncü terminalda edilər də var. Yəni bunlar da harda görsəniz bilin ki, artıq burada yas nəğmələrindən söhbət gedir. Yas nəğmələri deməli ölümlə, itimlə bağlı olan nəğmələrdir. Yəni insanın kədərini dilə gətirən nəğmələr hesab edilir. Eyni zamanda toy nəğmələri bəs nə üçündür? Ailə quran insanların məhəbbəti, ailə sədaqəti haqqında, elçilik, nişan, xınayaxtı kimi deməli məclislərlə bağlı olan nəğmələrimizə isə toy nəğmələri deyilir. Laylalar nə üçün lazımdır? Layla və eyni zamanda oxşamalar var. Layla ilə oxşamanın hər ikisinin həm ortaq cəhətləri var, yadınızda saxlayın, həm də fərqli cəhətləri var. Ortaq cəhətlərini mən deyim, fərqli cəhətlərində siz özünüz taparsınız. Ortaq cəhətləri nədir? Deməli, hər ikisi, belə deyim də, ananın uşağı ilə bağlı olan arzu və istəklərini əks etdirir. Amma laylalar uşağı yatızdırmaq üçün, oxşamalar isə uşağı yuxudan oyadandan sonra əzizləmək üçün deməli söylənən nəğmələrdir. Oxşamalara yadınıza saxlayın ki, eyni zamanda nazlamalar da deyilir, əzizləmələr də deyilir. Dediyim sualın da bu arada cavabını da özüm demiş oldum. Qəhrəmanlıq nəğmələri nədir? Qəhrəmanlıq nəğmələri isə deməli igidləri döyüşə səsləndirmək üçün, həvəsləndirmək üçün, onları bir növ cuşa gətirmək üçün səsləndirilən nəğmələrimizə qəhrəmanlıq nəğmələri deyilir. Bayatlar bəs nə üçün lazımdır? Bayatlar nədir? Bayatların, baxın, ən çox sizi çaşdıracaq məqamlardan biri forma xüsusiyyətləridir. Əsas bunun forma xüsusiyyətlərinə fikir verin. Deməli, forma xüsusiyyətləri deyəndə janrları, belə deyim də, nəzəriyyə, bir növ nəzəriyyə fokuslanın. Deməli, 4 misradan ibarət olur, 7 hecalıdır, bəndlər şəklindədir. Eyni zamanda biz ədəbiyyatımızda, baxın, bayatıdır, tuyuqdur. Deməli, biz bunlara bayatı, tuyuq və bir də var idi, onu unutdum, hazırda üstə nə idi? Yəni biz bunlara bitkin dörtlüklər deyirik. Bitkin dörtlüklər. Deməli, bayatlarda məzmun cəhətdən fərqli olur. Belə deyim, sevgi ilə, vətən sevgisi ilə, ondan sonra məhəbbət, ayrılıq nəğmələr, belə deyim də, vətən sevgisi haqqında, məhəbbət haqqında, ayrılıq haqqında, mərdlik mübarizliyi haqqında, belə məzmun baxımından məzmunları genişdir. Və eyni zamanda yadınıza saxlayın ki, AA, BA şəklində qafiyələnir. Birinci və ikinci və sonuncu misralar həm qafiyə, dördüncü misra sərbəst olur. Yəni birinci və ikinci misrada söylənilən fikir sonuncu söylənilən fikir üçün bir özlü rolunu oynayır. Sanki artıq
burada birinci, ikinci misranı oxuyanda sizdə bir təəssürat yaranır ki, artıq mən axırıncı misralarda nə demək istəyirəm, sizə hansı fikri çatdırmaq istəyirəm. Deməli, hansı başlıqları var? Özləri mən aşiq, əziziyəm, mən aşıq. Yəni bax bu kimi deməli sözlərlə adətən başlanır, həmişə yox, adətən başlanır. Deməli, bu belə. Sonra gəldik mahnılara. Baxın, mahnılar nədir? Mahnılar lirik növün deməli geniş yayılmış bir janrıdır və bunu digərlərindən fərqləndirən xüsusiyyətlər nədir? Mahnıların özünün hər birinin ayrıca melodiyası olur. Hər birinin melodiyası olur. Eyni zamanda bunların da məzmunu fərqli olur. Sevgi haqqında olur, vətənpərvərlik haqqında olur və eyni zamanda kədər motivləri üzərində qurula bilir. Qaragilədir, apardı sellər saranı, İrəvanda xalq almadı. Yəni bu kimi eyni qədər Azərbaycanın bir-birindən əvəzsiz gözəl deməli xalq mahnılarına rast gələ bilərsiniz. Bizim deməli bugünkü dərsimiz lirik növü haqqındaydı. Lirik növ haqqında qısa məlumat vermək istədim. Eyni zamanda yadınızda saxlayın ki, nə qədər ədəbiyyatı başa düşərək oxusanız, sizin işiniz bir o qədər rahat olar. Yəni ədəbiyyatı başa düşməsəniz, sizin işiniz həqiqətən çətindir. Ona görə də əzbərləmək lazım deyil, başa düşərək oxumaq daha çox sizə köməklik göstərmiş olar. Deməli, bir neçə suallar verim, həmin suallara da cavablar yazarsınız. Ölçü dedikdə nə nəzərdə tutulur? Bunun cavabını yazarsınız. Deməli, yazılı ədəbiyyatda hansı vəzn daha qədimdir? Bəs şifahi xalq ədəbiyyatında hansı vəzn daha qədimdir? Bayaqdan bəri sadaladığım deməli janrlar hansı vəzindədir? Bunlara cavab yazarsınız və deməli əruz vəznində bütöv söz prinsipinə əsaslanırmı? Əməl edilirmi əruz vəznində? Bəs heca vəznində bütöv söz prinsipinə əməl edilirmi? Bax, bunların hər birinə cavab yazarsınız. Oldu, bu qədər. İnşallah növbəti dərslərdə görüşərik.